Salam aleyküm, axşamınız xeyir olsun. Eldar dayı gəlib yenə də Ares pub restoranına mövsüm setini sizə təqdim eləmək üçün. Deməli, əziz dostlar, bizim mövsüm setinə nə daxildir? Mən bir-birində sizə söyləyim, bir də dadına baxıb deyəcəm. Hal-hazırda düz mənim qabağımda Dədə Baba qovurması adında olan, yəni içində quzu ətin tikələridir, kartofdur, pomidordur. Quzunun quyruğunda hazırlanma Dədə Baba qovurması deyilən bir təyandır. Burada vişnədə hazırlanan toyuq, deyək ki, belə quzu, üzr istəyirəm, çolpanın tikələridir. Vişnədə hazırlanıb, qızardılıb. Burada qabağımda mənim xırt-xırt badımcan, solumda vişnə albalı salatıdır və burada göbələklə kərə yağında qızardırılmış kartof və çoban salatı. Bu saat mən bir-bir bunların dadacam və sizə deyərəm. Menüyə bir də daxil olan sərin içkilər var. Yəni kompotlardır, qazlı içkilərdir. Və bu qədər. 2 cürə kompotdur və qazlı içkilərdir. Ki, mən bunu belə tak, başladıq. Ətin də dadına baxaq. Çox gözəl dadı var. Dadı möhtəşəm. Bilirsiniz niyə belə çox şey yeyirəm? Dişlərim biraz zəifdir. Amma çox gözəl dadı var. Ləzzət elədim mənəm. Ət yumuşaq, qəşəng. Süper. Başka sözüm yoksa. Gelin bir dadın. Məsləhətlidir. Çox ləzzətlidir. Təqdim olunan set 4 nəfərlik set sayılır. Və qiyməti də mən biləm baha deyil. 75 manat 4 nəfərə. Məncə burada az deyil. Çünki mən şəxsən tək heç bunun 4də birini də yeyə bilmərəm. Amma ki, istəyərdim hamısını yiyeyim. Çox gözəl, çox dadlı. Bir dənə də tikə, icazənizlə bir dənə də tikə mən götürüm. Görün ki, nə cür dadlıdır ki, mən bir tikə deyəcəm. Aşpazın doğrudan da əllərinə sağlıq. Çox gözəl hazırlayır. Mən qabımı dəyişmək istəmirəm. Başqa çeşidləri də eyni qabda mən dadacam. Çünki hələ yeyib qurtarmamışam, davam eləyəcəm. Burada mənim yanımda siz gördüyünüz kimi, baxın, xırt badımcan
qızartması. Mən badımcan o qədər də xoşlayan deyiləm. Amma xırt-xırt sözü məni xırt-xırt elədi. Vallahi. Mən bunun dadına baxmasam rahat yata bilmərəm deyim. Yəni də deyirəm, mən badımcan həvəskarı deyiləm, amma bundan sonra yəqin ki məsləhət edirəm. Burada nəsə turşməzə bir soğus var. Çox gözəl dad verir. Güzel. Badımcandan sonra bu göbələkli kartofun da dadına baxmaq istəyirəm. Bəh. Düzdür, evdə deyirlər yağlı çox yemə, amma gizlin. Yoldaşım onsuz da baxmayacaqdı. Mənim videolarımı yoldaşım baxmır, xoşlamır. Ona görə yiyirəm. Ürəyim gedir də göbələk üçün. Hayf ki biz tez-tez hazırlanmırıq evdə. Amma bizim evdə yəni bütün ailə üzvləri göbələk yeyəndilər. Sözüm yoxdur. Hər şey yerindədir. Yəni bu kərə yağı hiss olunur ki, kərə yağında hazırlanmadır. Soğan qızartması, kartofu və göbələk. Gözəl, möhtəşəm. Arada yağlı kartof göbələkdən sonra vişnə, yəni albalı salatı yaxşı gedər. Çünki turşməzədir. Bunun köməyi olar. Bəh. Burada deməli hamı tanıyır, hamı bilir bu vişnə salatı haqqında. Yeni bir Amerika mən açmaram. Çünki hər ailədə bu trenddir, bu moddur. Vişnə salatı yay mövsümündə hazırlayıb masa üstünə düzməyə və qoymağa. Gözəl. Reyhanı ilə, soğanı, albalısı, hər bir şey yerindədir. Gəlin. Gözləyirəm sizi. Gözləyirəm, gəlin. Kaş ki siz də burada olardınız. Dadardınız bunların hamısını. İnşallah gələrsiniz, dadarsınız. Gözləyirik. Qabaqda nə gəlir bizdən? Qabaqda bizdə gəlir albalı, vişnə suyun, soğusun yağın içində, vişnəli, soğanlı, nə? Toyuğun, çolpanın tikələri qızartması. Mən qanəd o qədər də xoşlayan deyiləm. Bu nədir belə? Bəh. Görürsünüz. Bunun da dadına baxaq. Bu qabırğı hissəsidir. Eyb yox. Mən xoşlayıram qabırğı hissəsini. Əsl mövsüm yeməyidir. Bəli. Bunun, yəni, bu səsin adı tamamilə düzgün seçilib. Çünki yay mövsümü üçün burada nə lazımsa var.
Biz onsuz da siz bilirsiniz ki yayda çok ağır yeməklər yemək olmur. Amma hər bir şey, yəni badımcanıdır, pomidorudur, albalısıdır, xiyarıdır, kartoşka qızartmasıdır, ət tikələri ilə dədə-baba qoruması. Bunlar hamısı özünü tamamlayır. Yəni bir-birini tamamlayır. Misal üçün, biraz qovurma yediz, üstündən badımcan qızartması. Biraz göbələkli kartoşka qızartması üstündən albalı salatı. Biraz vişnədə qızardılmış toyuq tikələri çoban salatı ilə. Siz baxmayın, yəni bunun siz də mən hamısını indi məsələsini həll edəcəm. Heç nə qalmayacaq. Əziz dostlar, Minya sərinləşdirici içkilər olmağına baxmayaraq, kompotu, qazlı içkisi, mən özümə, baxın görün nə sifariş verdim. Kvas, special, aris kvas, boçkavoy, yəni boçkadan çəllək kvası. Rənginə baxın. Axıllıq eləməyin ha. Gəlin bura dadın. Sərin, gözəl, kvas, əsl kvas dadı. Şirinliyi çox deyil, amma yerindədir. Mən belə kvas Bakıda nadir hallarda, nadir yerlərdə görərsiniz, taparsınız. Gəlin bir dadın. Özdəki üstündə, bakalın da üstündə oxuyun. Gəlin. Mən tövsiyə bildirəm. Mən, yəni, belə deyil. Bəziləri elə başa düşər ki, dostlarımdır. Bu restoranı işlədənlər mənim dostlarımdır. Mənim alıcılarımdır. Onlar da bəyənirlər mən hazırladığım hot-dogları, burgerləri, tostları. Mən də bəyəndim bu restoranın hazırladığı təyamları, yeməkləri. Çox xoş oldu mənə. Siz də, necə deyərlər, narazı qalmazsınız. Siz də peşman olmazsınız. Gəlin dadın. Burada başqa çeşidlər də var, başqa setlər də var. Onu sizə burada yerində təklif eləyəcəklər. Özünüz seçərsiniz. Mən bu seti xoşladım. İnşallah zaman olar, imkan olar, vaxt olar. Başqa bir seti də sizə təqdim eləyərik burada. Amma gəlin, başlayın. Nədənsə başlamaq lazımdır. Əziz dostlar, seti yedik, qutardıq. Düzdür, tam yeyib qutara bilmədik. Gücümüz çatmadı bir balıca. Amma ki, mən bildiyim qədər, bildiyim kimi, bu seti mən bilirsiniz kimə tövsiyə edə bilərdim. O, kimin ki kimə qonaqlıq borcu varsa, olun, 4 nəfəri oturun, yeyin, için. Həm necə deyərlər, qonaqlığınızı yola verin, həm kollektivdə oturarsınız. Amma tam ideal variantdır. Yəni, kimin kimə qonaqlıq borcu varsa, bu tam ideal variant. Setin qiyməti, yəni, 75 manatdır. Düzdür, mən reklam etmirəm, amma ki, belə olanda, yəni burada isti içkilər də təklif oluna bilər. O, əlavə 10 manat gələcək üstünə. Sağ olun, çox sağ olun. Xoş oldu mənim üçün sizlə danışmağa, söhbət eləməyə və sizə bu seti təqdim etməyə.